Gənclərə nəsihət. Gənc var ki, imanı güclü, dinində sədaqətli, böyüklərə hörmətli adam olacağı bəlli. Gənc var ki, insafa gəlmir, öğüt versən təsiri olmur, böyük, kiçik bilmir, adam olmayacağı bəlli. Gənc var ki, dəst namazını alar, 5 vaxt namazını qılar, möminlərlə oturub durar, adam olacağı bəlli. Gənc var ki, məscid görməmiş, səcdəyə üzünü sürməmiş, möminlərə qatılmamış, adam olmayacağı bəlli. Gənc var ki, Quran əlində, Allahın zikri dilində, addımları Peyğəmbərin izində, adam olacağı bəlli. Gənc var ki, barlarda yatar, evini, eşiyini satar, hər an günaha batar, adam olmayacağı bəlli. Gənc var ki, məsciddən çıxmaz, elin namusuna baxmaz, bu dünyaya boyun əyməz, adam olacağı bəlli. Gənc var ki, namazdan qaçar, Allahdan qorxmaz, içki içər, tövbə etməz, günahlardan çəkinməz, adam olmayacağı bəlli. Gənc var ki, anasını üzməz, atasına qarşı gəlməz, günahlara pul xərcləməz, adam olacağı bəlli. Gənc var ki, atasını döyər, şeytanın tələsinə düşər, pul üçün hər şey edər, adam olmayacağı bəlli. Gənc var ki, kürsüyə çıxar, sözü insanları rahatlar, Allah üçün gözlərindən yaşlar axar, adam olacağı bəlli. Gənc var ki, həyatı səfil olmuş, hər gecəsi sərxoş olmuş, şeytana tam təslim olmuş, adam olmayacağı bəlli. Ey gənclər, Rəbbinizə dönün, bir gün gələcək, hər şey bitəcək və sən bu dünya ilə vidalaşacaqsan. Onda sən hər şeyi anlayacaqsan, o zaman gec olacaq. Geriyə dönüş yoxdur, odur ki, nə qədər gec deyil, Rəbbinə dön. Əvəzsiz nemətlərlə dolu olan cənnət üçün çalış, cəhənnəmin yollarını bağlayaraq namaza başla və qurtuluş yolunu tut. Ey gənclər, bu qədər azan oxunur, amma siz duymursunuz. Allah namaz farzdır, qılın deyir, amma siz vaxtım yoxdur, həm də mənim qəlbim təmizdir deyirsiniz. Allah şərab içmə haramdır deyir, amma siz dərdim çoxdur, neyniyim axı deyirsiniz. Allah qumar haramdır, oynama deyir, amma siz bəlkə bu dəfə qazandım deyirsiniz. Allah zəkat farzdır, verin deyir, amma siz görəcəyim işlər və planlarım çoxdur, hələ verə bilmərəm deyirsiniz. Allah qadınlara örtünün deyir, amma siz hələ tezdir, nə yaşım var ki deyirsiniz. Allah həccə gedin, farzdır deyir, amma siz xaricdə olan istirahət mərkəzlərini düşünürsünüz. Allah axirət üçün hazırlıq görün deyir, amma siz dünyaya bir kərə gəlirik, əylənək, deyək, gülək deyirsiniz. Allah qulum, tövbə et, doğru yola gəl deyir, amma siz yaşlananda tövbə edərəm deyirsiniz. Bir də görərsən, ölüm aldı başının üstünü. Ailən və yaxınların insanlara gəlin qılaq cənazə namazını, savab olsun ona deyərlər. Odur ki, ey insan, etmə naz, qıl namazını, sonra qılaram deyənin, dünən qıldıq namazını.